Baxmısan bura İranın ən dəyərli elmi yeridir ki, indi bu günə qalıbdır. Bura Darülfünun ya həman Müzəffəriyyə mədrəsəsi. Qacar zamanında Müzəffərəddin Mirzə vəliəhd olan zaman fəaliyyət eləyib bura. Da məqsud bu idi ki, təlim və tərbiyyət qədim halından çıxa və novin halinə üz apara. Ki o zaman Vərəqə nəşriyyəsində buranın kamil tarixçəsi yazılıbdır. Amma indi o nəşriyyədən heç xəbər yoxdur. İrəc Mirzə bir zamanlar burada muavin olubdu. Nə adamlar varmış vəli. Amma hekayənin ən acı yeri. Bir zamanlar elm və tərbiyyətə işlənən yer indi olub başmaqçıların anbarı. Sizcə bura yenidən canlana bilər ya fəqət bir xatirədir? Miras Fərhəngi edib ki, bura canlandıracaq.